Salam, xoş gördük hər birinizi. Mən Fidan Əhmədova. Bugün sizə 6 aprel məzunlara dəstək məqsədi ilə buraxılış imtahanına birbaşa düşə biləcək tipdə bir sınaq hazırlamışam və bu sınağın içərisinə toplu 1 və 2-ci hissədəki bütün mövzular daxildir və bu video vasitəsilə siz maksimum 30 dəqiqə içərisində bütün mövzuları təkrarlaya və hər mövzunu maksimum 3 qayda ilə yadda saxlaya biləcəksiniz. Elə isə başlayaq. Birinci test tapşırığında isim mövzusu ilə bağlı bir test nümunəsi verilmişdi və bizə təkdə olan isimlər cərgəsini istəyir. A variantında trouser 2 hissəli simmetrik isimdir. Həmişə cəmdə olur, A-na çıxdıq. B variantında T, sportsman qaydasız isimlərimizdir ki, kökdən dəyişir, B-də getdi. C variantında da woman fit kökdən dəyişilənlərdə C-də getdi. D-də də giz kökdən dəyişənlər people isə toplu isimdir. Doğru variant Y variantı. Sonu S ilə bitsə də news sayılmayan isimdir. Bu tipli ən çox düşən 4 söz var. News'dur, progress'dir, information'dır, furniture'dir. Heç biri sayılmır. İkinci test tapşırığında isə article mövzusu ilə bağlı bir test nümunəsi verilmişdir. Music sözü sayılmır. Sayılmırsa an article ilə işlənə bilməz birinci növbədə. Və ikinci tərəfdə isə gitar və play feili verilmişdi. Play feili musiqi alətlərlə işlənmə zamanı Z artiklı ilə işlənir, amma idman adları ilə işlənən zaman isə artiklı işlənmir. Musiqi aləti olduğu üçün biz Z yazmalıyıq. İkinci tərəf Z olan variant isə yalnız D variantındadır. Artiklla bağlı düşə biləsi digər forma most qaydasıdır. Mostdan sonra isim gələrsə artikl işlənmir, mostdan sonra sifət gələrsə isə sifətin üstünlük dərəcəsini yaratdığı üçün Z artiklı yazırıq. Üçüncü olaraq isə cəhətlərlə bağlı qayda düşə bilər. Normalda cəhətlər tək işlənəndə artiklla işlənir, amma cəhətlər ölkə şəhərin qarşısına düşən zaman isə artikl yazmırıq. Üçüncü test tapşırığında əvəzliklərlə bağlı bir test nümunəsi verilmişdi və qaydaş əvəzliklərini əhatə eləyir. Biz də birbaşa mübtada ilə əlaqələndiririk. John qərarı özü verə bilmir. John üçüncü şəxsin təkidi himself olmalıdır. Ya Y-dir, ya da ki D-dir. Və ikinci tərəfdə isə isim gəlibdir. Yadda saxlayırsınız ki, yəli əvəzliklərindən sonu S ilə bitənlər və kökdən dəyişən mine'dır ki, isimlə işlənmir. Ona görə də Y variantını Z-yə görə çıxdıq. Qaldı D variantı. Dördüncü test tapşırığında isə sifətlə bağlı bir test nümunəsi verilmişdi və zənn verib müqayisə dərəcənin göstəricisidir. Müqayisə dərəcədə tək hecalılar R-lə, çox hecalılarsa morla düzəlir. A variantında maçdan sonra müqayisə dərəcənin gəlməlidir. O müqayisə dərəcənin göstəricisidir. Easy R olmalıydı. A getdi. B üstünlük dərəcədə işimiz yoxdur. C-də həm R, həm mor ola bilməz. D adi dərəcədir. Y tamamilə doğrudur. Beşinci test tapşırığında quantifiers, miqdar bildirən ifadələrlə bağlı bir test nümunəsi verilmişdi. Həmişə birinci baxırıq nöqtələrdən sonra gələnə. Nöqtələrdən sonra 2 isim gələrsə sonuncu ismə baxırıq. Söz önlü ifadə olarsa isə söz öndən əvvələ görə biz təkki cəmi müəyyənləşdiririk. Bizdə isə ən sadə variant verilibdir. İsim sadəcə bir dənədir və luggage sözü sayılmayan isimdir. A few-dur, many-dir, few-dur. Sayıla bilən isimlərlə işlənir. A lot isə a lot-dan fərqli olaraq isimlə işlənə bilmir. Y də getdi. Qaldı A variantı. 6-cı test tapşırığında isə so do I, necə do I qaydası ilə bağlı test nümunəsi verilmişdi. Cümlə təsdiqdə olarsa so do I to və elsodan istifadə edirik. Cümlə inkarda olarsa isə necə do I ifadəsindən və eyzədən istifadə edirik. Sadəcə eyzə cümlənin sonunda işlənir və eyzə olan cümlədə mütləq ikinci bir inkarlıq olur. Necə isə ikinci inkarlıq tələb eləmir. Bir də batdan istifadə edə bilirik ki, bat əgər cümlə təsdiqdədirsə batı inkarda yazırıq, cümlə inkardadsa batdan olan cümləni isə təsdiqdə yazırıq. Bizim cümləmiz isə təsdiqdədir. Deməli sonu to-nu el-sonu axtarıq. A, C, D variantları. Və so olan cümlədə inkar olmur zaten. A yanlışdır. Qaldı C, qaldı D. Does mı yazaq, has mı yazaq? Həvlə bağlı da qaydanı mütləq yadda saxlamaq lazımdır. Həv to hissəci və isimlə işlənərsə qarşılığı do, does deyil. Həvdən sonra feil gələrsə isə qarşılığı have, has, had-in özü ilə verilir. Bizdə də to hissəci gəldiyi üçün do, does deyillə verəcək. Çünki burada modal feilə çevrilmişdir. Olacaq C variantı. 7-ci test tapşırığında isə zaman formaları ilə bağlı bir test nümunəsi verilmişdi. İki tip sözə düşür zaman formaları. Birində konkret zaman zərfi verilir. Məsələn, buradakı kimi last month'da, yesterday'də ago'dur. Keçmiş sadə zamanı göstərir. Always, usually bu tiplilər indiki sadə zamanı daha çox göstərir. Gələcək zamanı göstərir. Next'dir, future'dir.
in üstəgələk gələcək zaman bildirən ifadələr və bitmiş zamanlarda isə yetdi, since'dir, already'dir, for üstəgələk zaman zərfləridir ki, bunlar da bitmiş zamanın göstəriciləridir. Last month da keçmiş sadə zaman olduğu üçün D variantı visited olacaq. İkinci düşəsi tipi isə sizdə bağlayıcılarla bağlıdır, zaman uzlaşmaları. Yadda saxlayırsınız ki, if, when, as soon as, before və s. tipli bağlayıcılardan sonra iki zaman gələ bilir. İndiki sadə, keçmiş sadə. Və bağlayıcıdan sonra gələcək zaman heç zaman işlənə bilmir. Deyəlim ki, indiki sadə zaman gəlibsə, ondan əvvəlki formada indiki ilə indiki və ya gələcək sadə zaman uzlaşır. Amma bağlayıcıdan sonra keçmiş sadə zaman gələrsə, əvvəlki tərəfdə isə istənilən keçmiş zaman işlənə bilər. 8-ci test tapşırığında isə məchul növünə bağlı bir test nümunəsi verilmişdi. Yadda saxlayırsınız ki, feildən sonra gələn tamamlıq olur. Tamamlıq gəlir, təzə cümlənin mübtədası olur. Eyni mübtəda hər iki cümlənin mübtədası ola bilməz. Və tamamlıq mübtədaya çevrilir, dokument gəlməlidir əvvələ. Ya A-dır, ya C, D, Y. Daha sonra isə məlum növlü cümlənin mübtədası isə by ilə verilir, yəni və zeyl isə zemə çevrilir. Ya by zemlə verilir, ya da ümumiyyətlə yazılmır. Ona görə də bizdə məsələn zem yazılan y yanlışdır, by ilə verilməli idi. Və cümləmiz də A, C, D-də cümləmiz də baxırıq ki, translate indiki zamandadır. İndiki zamanda biz məchul növdə to be, üstəgələ participle to-da biz to be-nin yerinə əmizar yazırıq. Dokumentdə cəmdədir deyə ar olmalıdır. Doğru variant D variantı. 9-cu test tapşırığında modal feillərlə bağlı bir test nümunəsi verilmişdi. Modal feillərlə bağlı birinci qayda to hissəci ilə işlənənlərdir. Have to be able to və ought to. 2. Modal feillərin hamısının sual inkarı özü ilə düzəlir. İstisna have to-nun sualı do, does, did ilə düzəlir. 3-cü isə modal feillərin will, able to forması yoxdur. Will be, shall be able to, haven't to və needn't to formaları da yoxdur. İndi baxırıq. A variantına haven't to verilib, yanlışdır. Ought-un to'su yoxdur. Ought-un to'su yoxdur. Will able yox, will be able to olmalıydı. Qaldı B variantı. 10-cu test tapşırığında bağlayıcılarla bağlı test nümunəsi verilmişdi. Bağlayıcılardan ən çox düşənlər səbəb bildirən bağlayıcılardır ki, as-dır, because-dur, because of-dur, due to-dur. As-lə because bir test tapşırığında eyni anda görürsə çıxırıq o variantların hər ikisini. Çünki onlar bir-birinə bərabərdir. Hər ikisindən sonra cümlə gəlir. Amma because of və due to-dan sonra isə söz birləşməsi gəlir və onlar da bir-birinə bərabərdir. Daha sonra so və and bir-birinə bərabərdir. Eyni anda görsək çıxırıq. 3. Ziddiyyət bildirən bağlayıcılarımızdan though, also, despite, in spite of. Though ilə also bir-birinə bərabərdir, onlardan sonra cümlə gəlir. Əlavə despite ilə in spite of da bir-birinə bərabərdir, baxmayaraq ki deməkdir və onlardan sonra isə söz birləşməsi gəlir. Bizdə isə because-la as eyni anda çıxırıq. But da təzad bildirir, amma ancaq though da əslində. Ona görə yenə hər ikisini çıxırıq. Qaldı, heç tərcümə eləmədim Y variantı. Normalda tərcümə də tələb eləyə bilər, amma burada sırf variantdan çıxır. Deyir ki, uzun bir səyahət deyildi, beləliklə turistlər qətiyyən yorulmadılar. So ilə əzi tələbələr qarışdırır, so nəticə bildirir, beləliklə deməkdir, əz isə səbəb bildirir, üçün görə deməkdir. 11-ci test tapşırığında isə bağlayıcıların ikinci forması ilə bağlı test nümunəsi verilmişdi. Yadda saxlayırsınız ki, both and-lə işlənir, either or-la işlənir, neither nor-la işlənir, not only isə but also ilə işlənir. Ona görə də 2-3 yanlışdır, 1-4 doğrudur. C variantı. 12-ci test tapşırığında isə mübtəda xəbər uzlaşması ilə bağlı bir test nümunəsi verilmişdi. Bir qayda olaraq ən çox düşən qaydaları deyirəm. 1. İki isim yanaşı gəlirsə, xəbəri sonuncu ismə görə aparırıq. 2. Söz önlü ifadələrdə söz öndən əvvəl gələn ismə görə aparırıq. Məsələn, a box of cherries. 3. Yəli halı ifadələrdə yəli haldan sonra gələn ismə baxırıq. Bizim test tapşırığımızda da yəli halı olduğu üçün cakes-ə baxırıq və cəmdədir deyə 2 və 4 olacaq. D variantı. 13-cü test tapşırığında isə söz önlərlə bağlı bir test nümunəsi verilmişdi. Söz önlərlə bağlı ən çox düşəsi tiplər hansılarda deyirəm. Birinci növbədə go-dan sonra harasa getmək normalda to-dur. Amma excursion, trip, cruise, business tipli sözlərdə on söz öndən istifadə edirik. 2. Günün 3 dənə hissəsi evening,
afternoon, morning inlə işlənir. Amma şəfəq çağı, dawndu, nundu, bunlar isə ətlə işlənir. 3. Leave ən məşhur suallardan. Leave tərk etmək mənasında söz önüsüzdür, yola düşmək mənasında isə forla işlənir. 4. Answer, visit tipli feillər. Feil kimi işlənəndə söz önüsüz, amma isim kimi mənim harasa səfərim deyəndə my visit to harasa, bu zaman isə to söz önüsündən istifadə olunur. Bir də sonuncu olaraq isə arrive qaydası. Harasa böyük tipli yerlərə çatanda məntiqən şəhər, ölkə böyük yerlər sayılır və şəhər, ölkə də inlə işləndiyi üçün arrive in böyük yerlərdir. Amma kiçik yerlər, yəni şəhərin içərisindəki kiçik yerlər, mağaza, otel və s. isə biz ət sözünsündən istifadə edirik. Bizim testdə də excursion verdiyi üçün 10 olacaq, eveningdə də in olacaq. A variantı. 14-cü test tapşırığında isə yadınızda saxlayırsınız ki, şərtdə hansı mövzu olduğunu bildirmirsə, ya mürəkkəb tamamlıqdır, ya da ki, mübtəda xəbər uzlaşmasıdır. Bizdə də fikir veririk ki, cümlənin bir xəbəri var və bizdən ikinci xəbəri soruşur, ikinci feili soruşur. Ya bu mürəkkəb tamamlıq olur, şəxsiz formalarda da feilin təsriflənməyən formaları, ya da ki, gerunddur. Sadəcə gerund olmağı üçün indi 15-də deyəcəm nə olmalıdır, amma feil tamamlıq, feil strukturu mürəkkəb tamamlıq olur. Və yadda saxlayırsınız ki, late make-də tuzsuz, inksiz, ikinci qrup hissi qavrayış bildirən see, hear, observe, notice, watch-da tuzsuz və ya inklə, yerdə qalan bütün feillər isə tulu feillər olur. Advice də yerdə qalan bütün feillərə aid olduğu üçün B variantı tamamilə doğrudur. 15-ci test tapşırığında isə, yenə bir feili verir, o biri feili soruşur. Bir cümlə daxilində yadda saxlayırsınız ki, ikinci feili şəxsə və zamana görə dəyişə bilməz. Bir cümlənin bir xəbəri şəxsə və zamana görə dəyişir. Yəni, gets forması, got daha doğrusu, has got forması ola bilməz. Bitmiş zaman. Və nöqtələrdən əvvəl gerund olması üçün söz önü, yəli əvəzi və yəli hal gələrsə 3 forma var. Yəni, gedib gerundu kitabdan bütün təkrar eləməyə ehtiyac yoxdur. 3 qaydası var. Yəli əvəzliyi, yəli hal və söz önü. Bunlar nöqtələrdən əvvəl olduğu zaman biz inkli forma gerund yazırıq. C variantı. 16-cı test tapşırığında isə sual cümlələrlə bağlı test cümləsi verilmişdir. 2 tip sual cümləsi var. 16-cı test tapşırığı 2024-ün qəbuludur. 17 tipi isə 2023-ün qəbuludur. Sual cümlələrinin ardıcıllığını bilmək lazımdır. Birinci köməkçi feil gəlir, sonra mübtada, sonra isə xəbər. Köməkçi feillə xəbərin arasına mübtada düşür. Və ikinci qayda, köməkçi feil işlənən zaman feilin tərkibindəki s, ed düşməlidir. Məsələn, A variantında did, köməkçi feil, zey, mübtada, yüz xəbər. A tamamilə doğrudur. B variantında isə ed düşməyibdir. C-də, yadınızda saxlayırsınız ki, cümlədə mübtada rolunda işlənənlər who'dur, what'dur, which'dur, who'sdur və how many, how much da işlənə bilir. Sadəcə işlənmə zamanı təbii ki, burada zey mübtadası olmamalıydı, birbaşa xəbər gəlməliydi. Belə bir şey də yazılmayıbdır. C yanlışdır. Yəni, mütləq mübtada varsa, biz köməkçi feildən istifadə eləməliyik. Did say use. C-ni çıxırıq. D-də yenə köməkçi feili yoxdur. Y-də köməkçi feilin ortada gəlməyi yanlışdır. Ortaya mübtada düşür. 17-ci test tapşırığında isə hər iki cümlə üçün ortaq olanı istəyir. Burada isə əsas qayda nədir? 1. Söz öyündən işlənmə qaydası. Yadda saxlayırsınız ki, cümlələrdə ümumiyyətlə, zərflik rolunda işlənən sual əvəzlikləri söz öyündən işlənmir. When zaman zərfi, where yer zərfi, why səbəb zərfi, how tərzi hərəkət zərfi. Ona görə də why-ı, when-i çıxırıq, bir də where-ni çıxırıq, where bir dənə from-da işlənir. Qaldı A, qaldı D. İkinci qayda, cümlədə mübtada rolunda işlənə bilir, yəni ondan sonra birbaşa xəbər gələ bilir. Who-dur, what-dur, which-dur, whose-dur. Whom tamamlıq rolunda işlənir. Ondan sonra heç zaman birbaşa xəbər gələ bilməz. 2. Ona görə made birbaşa xəbər gəldiyi üçün D variantı doğrudur. Who, what, which, who'dan what birbaşa xəbərlə işlənə bilir. Və deyələm ki, siz birinci yazılana görə 3 varianta çıxdınız. Düşünməyin ki, elə 1-ə görə siz 4 varianta çıxmalısınız. Keçin artıq ikinci cümləyə. Və variant çıxır. 3-cü qayda isə birbaşa isimlə işlənənlər. Nöqtələrdən sonra birbaşa isim varsa, yadda saxlayırsınız. Which,
whose, what birbaşa isimlə işlənir. 18-ci test tapşırığında cümlə qurmaqla bağlı bir test nümunəsi verilmişdir. Birinci növbədə cümlənin ardıcıllığını bilmək lazımdır. Mübtəda, xəbər, tərz hərəkət zərfi, tamamlıq, yer zərfi, zaman zərfi. Zaman zərfi ən əvvəldə və ən sonda işlənə bilər. 2. Söz önünün işlənmə qaydası. Söz önündən əvvəl feil, söz önündən sonra isə isim gəlir. 3. Deyəlim ki, bizim xəbərimiz cəmdədirsə və bizdə 2 isim varsa, bu isimlə hansı cəmdədirsə, biz onu mübtəda kimi götürüb onu ən başda yazırıq. Və yaxud da biri canlı və ya biri cansızdırsa, daha çox canlı olan mübtəda rolunda işlənə bilir isimlərdən. 3. Sifət varsa, bu 5 məsələn nömrələrdə sifətdən dərhal sonra isim axtarmalıyıq. Məsələn, 3-2-ni variantlarda yanaşı axtarmalı oluruq. Bizim test nümunəmizdə də mübtəda yerində işlənə biləcək ancaq Mr. Brown var. Daha sonra xəbər axtarırıq. Xəbər 2-də got yazılandı. Daha sonra tərz hərəkət zərfi late, yəni otelə gec çatdı. Sonra isə in the evening zaman zərfi, after long journey isə ən sonda işlənir. Uzun bir səyahətdən sonra axşamçağı Mr. Brown otelə gec çatdı. 3, 2, 1, 4, 5. A variantı. 19-cu test tapşırığında isə cümlə tamamlama ilə bağlı bir test nümunəsi verilmişdi. Bu, hər il düşən bir test nümunəsidir və bir qayda olaraq yadda saxlayırsınız ki, ortada boşluq qoyulan zaman gələn why, how, when və s. mütləq cümləni təsdiqdə tələb eləyir. Mübtəda, daha sonra xəbər gəlir. 2. When, what time-ı gördüyümüz zaman indiki bitmiş zamanı have, has üstəgələ participle tonu çıxırıq. 3. Ask, want to know, wonder tipli feilləri gördüyümüz zaman isə zəti çıxırıq. Bizdə də A variantında did köməkçi feil əvvəli gəlib yanlışdır. B-də də eyni şəkildə. C-də it is yazılmalıydı, is it yazılıbdır. Y-də də köməkçi feil əvvəli gəlib. Doğru variant D variantı. 20-ci test tapşırığında isə sinonimlərlə bağlı bir test nümunəsi verilmişdi. Sizə də ya sinonim, ya antonim, ya da ki word definition düşəcək və mənim sizə ən böyük tövsiyəm odur ki, toplu ikinci hissədəki sinonim, antonim və word definitionları yaxşı şəkildə işləmək lazımdır. Təkrarən onlardan düşür və orada düşən test nümunəsindəki sözlərin hamısını özüm bir lüğət yaratmışam və oradakı bütün sözləri qeyd eləmişəm. Əgər kimlər son gündə o sözləri təkrar eləmək istəyirsə, çünki qəbula sırf olaraq onlardan düşəcək, yorumlara sinonim, antonim, word definition sözləri yazsalar, həmin şəxslərə göndərəcəm. İndi isə baxaq. Occupy deyir. Occupy zəbt etmək, inşiğal etmək deməkdir. Invade də sinonimidir. Freed isə azad etmək deməkdir və occupy-ın antonimidir. 21-ci test tapşırığında opposite meaning deyir. Opposite meaning əks mənalıdır, antonim deməkdir. Amma close meaning desə isə yaxın mənalıdır, sinonimə bərabər götürülür. İndi bizdə antonim cərgəsini istəyir. General ümumidir, ordinary adi. Ümumiyyətlə əlaqə yoxdur. B-də excited həyəcanlı, were narahat. Bu da sinonim kimi daha çox götürmək olar. D-də serious ciddi, responsible məsuliyyətli, uyğunsuzdur. Y-də isə same, eyni, alike, bənzər, oxşar. Bu da sinonimdir. C variantı huge, nəhəngdir, enormous, large sinonimidir. Tiny isə balaca isə antonimidir. 22-ci test tapşırığında isə word definition vermişdi. Birinci növbədə correct düzəliş aparmaqdır. To make something right or accurate. Bir şeyi daha düzgün, daha dəqiq etmək. C. Remind xatırlatmaqdır, remember xatırlamaqdır. Xatırlatmaqdırsa, nəsə bir şeyi xatırlamağa məcbur etmək kimisə. B variantı 2-yə. Separate isə ayırmaqdır, divide into different part. 3-ə də oldu, A variantı. 1C, 2B, 3A. 23-cü test tapşırığında isə toplu ikinci hissədəki ən sonuncu mövzu olan nida cümlələridir. Nida cümlələri what və how'dur. Whatdan sonra sifət, isim, mübtəda, xəbər. How'da isə sifət, mübtəda və xəbər axtarırıq. Bir dənə az olur. Və strukturda. Və whatda biz an artiklından istifadə eləyirik. How'da isə mübtəda ilə sifət yanaşı, yəni sifətlə isim yanaşı gəlməsin deyə sifətlə mübtəda. Biz onların arasına z artiklı yazırıq və cümlə mütləq təsdiqdə olmalıdır. Məsələn, is it yazılan y yanlışdır. Sonra B variantında how'da artiklı olmur. C'də story sayılırsa artikl mütləq verilməlidir.
Bu artikla diqqətli olun. Bütün mövzularda bundan çaşdıra bilirlər. D variantında isə story, silly 2 sifətlə isim yanaşı işlənib. D yanlışdır. Doğru variant A variantıdır. Ya artikldan istifadə olunub və botdan istifadə olunubdur. Bugünlük bu qədər. Sona qədər çatan hər kəsə təşəkkürümü bildirirəm və imtahanda hamıya uğurlar arzulayıram. Səsim biraz sizi narahat eləyə bilər. Xəstələndiyim üçün normadan kobud çıxır. Amma əlimdən gələn hər şeyi etməyə çalışdım. Bir sizin üçün listening və readinglərin ən asan şəkildə işlənmə yollarını, ipuçlarını paylaşmamışam. Əgər onu da istəsəniz, gün ərzində səhifədə paylaşaram, yorumlara qeyd eləyə bilərsiniz. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək.